Müsbət adlandırılan fəzilətdir, mənfi adlandırılan isə rəzalətdir. Bildiyiniz kimi, ənənəvi praktik əxlaqda iki növ əxlaqdan söhbət açılır. Onlardan biri müsbətdir, ikincisi isə mənfidir. Müsbət adlandırılan fəzilətdir, mənfi adlandırılan isə rəzalətdir. Məsəl üçün, bir insana biz deyirik ki, ədalətli ol, doğru danışan ol, təvazökar ol, əmanətdar ol, yaxşı ol, səxavətli ol, şükür eləyən ol, izzətli ol, azad ol və s. bu kimi müsbət xüsusiyyətlərdən danışılır. Bunlar fəzilət kateqoriyasına daxildir. Zülm eləyən olma, yalancı olma, təkəbbürlü olma, xəyanət eləmə, pis olma, paxıl olma, naşükür olma, ümidsiz olma, qorxaq olma, nə bilim, ikiyüzlü olma. Bu kimi mənfi xüsusiyyətlərə isə rəzalət deyilir. Bu iki növ əxlaqi atributun funksiyasına gəldikdə isə birinci funksiya insanı mənəvi təkamülə çatdırır. İkinci isə insanı mənəvi tənəzzülə çatdırır.